Tarix 8 Mart 2014-cü il. Malayziya. Kuala Lumpur Beynəlxalq Hava Limanı. MH370 nömrəli sərnişin təyyarəsi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindən Çinin paytaxtı Pekinə uçmalı idi. Saat 00:35. Təyyarə uçuşa hazırlaşır. 227 sərnişin, 12 ekipaj üzvü. Birazdan başlarına gələcək hadisələrdən heç kimin xəbəri yox idi. Pilot Zahari Əhməd Şah və onun köməkçisi isə Faiq Əbdülhəmid idi. Artıq uçuş üçün hər şey hazır idi. Saat 12:41. Təyyarə yola düşdü. Uçuş üçün çox əlverişli hava var idi. Uçuş 5 saat yarım olmalıydı. Yanacaq ehtiyatı isə 7 saat yarım üçün nəzərdə tutulmuşdu. Gecə yarısı olduğundan sərnişinlərin çoxsu yatmışdı. Uçuşdan təxmini 38 dəqiqə sonra saat 2:18 dəqiqə işləmiş, təyyarə ilə son dəfə əlaqə saxlanıldı. Təyyarə öz xətti ilə hərəkət eləyirdi. Vyetnam hava sahəsinə yaxınlaşmaq üzrə idi. Son əlaqədən cəmi 3 dəqiqə sonra 01:21-də təyyarə müəmmalı şəkildə radarlardan bir anda itdi. Rabitəçilər texniki bir nasazlığın olduğunu güman elədilər. Amma onların gümanları boşa çıxdı. Birazdan təyyarənin itkin olduğu elan edildi. Sərnişinlərin yaxınları hava limanında onların gəlməyini gözləyirdilər. Monitorlarda isə gecikmə yazılırdı. Hər kəs təlaş içində idi. Sosial şəbəkələrdə artıq qəza ilə bağlı xəbərlər çıxmağa başladı. Bu xəbərlər sərnişinlərin yaxınlarını çox pərişan eləmişdi. Artıq hər şey məlum idi. Təyyarə Vyetnam hava sahəsində müəmmalı şəkildə yoxa çıxdı. Hamıya isə bir sual maraqlı idi. MH370 sərnişin təyyarəsi hara yoxa çıxdı?